Qardaş sual verir ki, səzdədə dua eləmək şərt ki, ərəbcə olsun və sual verir. Yalnız, necə, fərz namazda, xüsusən. Yaxşı, məhz niyə nafilə yox? Bu eşitdiyimə görə nafilədir. Öz dilindədir. Nafilə vacibdir də. Yox, bax. Yəni, fərz namazda Azərbaycanca dua eləsəm səslədə, namaz batildir? İnşallah fərzdə. Hə. Fərzdə inşallah. Hə. Batildirsə, nafilə niyə batil olmur? Yəni, belə deyək də, fərzlə nafilə arasındakı fərq nədir? Yəni, baxın. Bəli, şəri cəhətdən bayaqlar qeyd elədim. Tutaq ki, qiyam. Dedik ki, fərz namazında rukundur. Səzdədə rukun deyil. Fərq var. Fərz namazında iqama deyilir, sünnədə deyilmir. O fərq var, hansı fərqlər? O fərqlər ki, şəri cəhətdən qoyulub bu fərq. Amma məsələn, fərzi pozan bir şey, nafiləni də pozur. Məsələn, fərzdə qəsdən yemək, nafilədə də eləsən pozacaq. Fərzdə qəhqəhi ilə gülsən, yəni, namazı nə ki batilləyir, ha? Fərzi nə ki batilləyir, nafilə də o batilləyir. Yəni, belə bir, yəni, yoxdur ki, bu şey fərzi batilləyir, nafilə batilləmir. Ona görə, kim deyirsə ki, fərz namazında Azərbaycanca dua etmə. Yəni, öz dilində, burada söhbət Azərbaycan dilindən gedmir. Öz dilində, səzdədə və ya salamlardan qabaq təşəhhüddə. Bu nafiləyə aiddir, bu sözü demək üçün dəlil lazımdır. Əgər bir şəxs sözü ilə bunu nafiləyə xaslaşdırırsa, dəlil lazımdır. Biz oturmağı nafilə üçün elədiksə, bunun dəlili var. Hə, biri desə ki, ehtiyatən belədir, yox, ehtiyatən heç kəs istəməz ki, qıldığı nafilələr batil olsun. Bu boyda nafilə qılıram. Yəni, ehtiyatən insan dəxli yoxdur. İbadət ibadətdir, ehtiyatı bunda da götürsən, onda da. Kim istəyər ki, qıldığı nafilələr batil olsun? Aydındır? Əslində, onlar Azərbaycanda dua eləmək. Problem yoxdur. Onlar, fərzdə də onlar. Bəli. Bəzi alimlər, o alimlərdən də İmam Əhməd Rəhməhullah. İmam Əhməd Rəhməhullah o rəydə idi ki, xüsusən də, biz bilirik ki, namazda, xüsusən iki yerdə dua eləməkdə azadsan, rahatsan. Bir səzdə, Allah Rasulunun bu hədisinə görə. Bu hədisinə görə ki, səzdə qulun Rəbbinə ən yaxın olduğu andır və orada Rəbbinizi duaları çıxaldı. Yaxşı. Ərəb dilində nəyi oxumaq fərz namazda ki, onsuz namaz batil olar? Bir, surələr, çünki Quranın həm mənası Allahdandır, həm də ləfsləri. Dəxli yoxdur, fərz və ya nafilə. Burada deyə bilmərik ki, fərzdə ayətdir, nafilədə yox. Nafilədə də öz dilində bir ayəni oxudun, namaz batildir. Bir də sünnədə gələn zikirlər var, ha? Məsələn, Subhanəkallahumma və bihamdik, Subhan Rabbiyəl azim, o vacib ola. Sünnədə gələn olan zikirləri öz dilində etməyin də caiz deyil. Niyə? Çünki bu sünnədə bu ləfslə gəlib. Subhanə Rabbiyəl ə'lə. Vacibdir ki, bu ibarəni, üç ləfsi, burada üç dənə kəlmə var, bu cür deyəsən. Tək surələr yox. Həmçinin sünnədə gələn bu zikirlərdir. Amma savayı, hansı ki, şəriət sənə ixtiyar verir ki, səzdə duaları çoxalt. İstədin duanı eləyə bilərsən. Həmçinin salamlardan qabaq təşəhhüddə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. 4 şeydən Allaha sığındın. Allahumma inni a'udhu bika minəl azabi cəhənnəm və min azabil qabr və min fitnətil məhya vəl məmət və min şərri fitnətil məsihid dəccəl. 4 şeydən Allaha sığındın. İstədiyi Allahdan istə. Azadsan. İmam Əhməd Rəhməllah deyib ki, yəni sünnədən istədiyi et. Şeyx Alban da bunu deyir. Bu inşallah racih rəy deyil. Güclü rəy deyil. Çünki düzdür. İmam Əhmədin bu sözü İmam Əhməd üçün üstünlüydür. Və bu İmam Əhmədin sünnətə bağlılığını göstərir. Ki Allah Rasul dedi ki, istədiyin duanı seç, yəni sünnədə gələnlərdən. Amma bunu hasırləmək, bağlamaq ki, məhz sünnədə gələnlər dəlil yoxdur. Çünki Allah Rasulü azad bıraxıb. Hətta hədislər var ki, 4 şeydən Allaha sığındın,
Allahdan istədiyini istəyə bilərsən. Açıq aydın hədislər var. Və biz sahabələrin əməllərinə baxsaq, biz bunu görürük. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm girdi məscidə, gördü ki, bir sahabə dua eləyir. Yəni sahabə Peyğəmbərdən öyrəndiyi yox. Özü istihadə ilə salamlardan qabaq təşəhhüddə dua eləyir. Allahumma inni əs'aluka ya Allahul vahidul ahadus samadul ləzi ləm yəlid və ləm yulad və ləm yekulləhu kuffan ahad. Allah Resulü dedi ki, Allahın əzəmətli isimləri ilə Allahdan istəyir. Allahumma inni əs'aluka, Allahım səndən istəyirəm bu adlarınla. Deyir, o Allahdan bağışlanma istəsə, Allahım bağışlayacaq. O da deyir ki, Allahumma ən təğfirəli zunubi innəkə əntəl qafurur rəhim. Günahlarımı bağışlamağı istəyirəm. Çünki sən bağışlayan və rəhimlisən. Bu sahabə özü eləyirdi bunu. Bu yoxdur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm feilində gəlsin. Və Allah Resulü gördü ki, bir sahabə dua eləyir. Allah Azza və Cəllənin gözəl isimləri ilə. Ya məndən, ya bədiyyəs səməvat vəl-ard, ya zəncəlal vəl-ikram, ya hayyu, ya qayyum. Dedi ki, Allahdan nə istəsə versək. Dedi ki, inni əsəlukəl cənnətə və ə'udhu bikə minənlər. Özü ictihad özü eləyir. Və sahabələrin əməllərinə baxan, onlar ən çox dualarını nədə eləyirdi? Salamlardan qabaq təşəhhüddə. Hətta istixarədə. Zadul Ma'adda baxın. İbn-i Qayyim rahimehullah deyir, Şeyxülislamdan soruşdum. İstixarə namazının duasını salamları verəndən sonra əl açım dua eləyim namazdan sonra, yoxsa salamlardan qabaq təşəhhüddə istixarə nədir? Bunu sən ərəbcə eləyirsən, öz dilində eləyirsən, sən bir də işin düzəlməsini istəyirsən. Məsələn, ev alqı-satqısı, dünya məsələsidir. İbn Teymiyyə rahimehullah deyir ki, təbii ki, namazın içində edilən, çölündə ediləndən əfsəldir. Sən bu ərəbcə eləməyəcəksən ki, ev məsələvi. Öz dilində eləyəcəksən. İstəyirsən ərəb ol, istəyirsən fars və ya türk. Onda o öz ərəbcə deyilməlidir. O şərt deyil. O mövqəzədə olanı özün deyirsən. Yox, ona ki, biz dərsdə keçmişdik ki, istixarə duası Peyğəmbər sallallahu demişdi ki, necə mən sizə öyrətmişəm, elə də deyilməlidir. Yəni ki, o başqa dildə deyilsə, o kəlməni demirəm də. Yəni o sözlər mənim dilim üçün və mənim üçün ziyançı, məni ondan uzaqlaşdır, mən onu daha yaxşı ilə əvəz et. O sözlər ərəb dilində vacib demək yoxsa özündə deyil. O dedi ki, o bərabər, necə ki, Peyğəmbər sallallahu demişdi ki, sahabələrinə ki, ola bilər. Necə mən sizə Quranı öyrətmişəm, bu duanı sizə elə öyrədirəm. Ola bilər. Ki, ona görə o vacibliyi göstərir ki, ola bilər. Yəni o qayıdır o məsələyə ki, bayaqla dediyim sünnədə Peyğəmbər sallallahu əleyhi və səlləmin öyrətdiyi zikirlər onun ərəbcə deyilməsi lazımdır. Bir də istixaranın ərəbcə demək lazımdır. Duanı fəqət o yerini özündə qeyd elə. Həmin yeri. Şərt deyil ki, ərəbcə gedib öyrənəsən. Bilirsən, o sən özün istədiyin məsəl üçün iş məsələvi, o iş sözü Azərbaycan dilindən, ondan danıcı. Amma duanın özün ərəbcə. İnşallah kitabdan o mövqəzədə olanı özün. Və İbn Məsudun məsələn duası salamlardan qabaq eləyərdi. Allahumma a'inni ala zikrika və şükrika və husni ibadətik. Allahım, gözəl ibadət və sənə zikir və şükür üzərə mənə kömək elə, yardım elə. Və bu ən gözəl dualardandır. Hətta özündə bir çox faydaları ehtiva edən duadır. Və kiçik kəlmələrlə Allahdan çox şey istəməyi göstərən dualardandır. Necə ki, Allahumma innəkə afuvun tuhibbul affə fa'fu anni. Allahım, sən bağışlayan, sən bağışlamağı sevənsən, mənə də bağışla. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə anamızı görəndə ki, duada uzunçuluq eləyir, dedi, qısa və gözəl olan kəlmələri seç. Və bu da o duaların misalındadır. Demək ki, Allahumma a'inni ala zikrika və şükrika və husni ibadətik ləfsi qısa olsa da özündə böyük xeyirləri ehtiva edən duadır. Ki, Allahım, sənə gözəl ibadət, zikr və şükür üzərə mənə kömək elə. İxlasla.com saytı tərəfindən təqdim olundu.